Bismillahirrahmanirrahim. Həzrəti Əli əleyhissalam buyurur: heç bir dərd qəlb üçün günahlar qədər ağır deyil. Əl-Kafi cild 2 səhifə 257. Hədis 28. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun. İslami Dəyərlər verilişinin izləyiciləri. Sizlərlə görüşə gəldik. Bu mübarək ayda mövzularımız rəngarəng və öz axarı ilə davam edir. Bu rəngarənglik və axarlığın davamı olaraq isə təvəssül mövzusunda qalmışdıq. Təvəssül mövzusu bizim üçün daha mühüm və daha vacib olan mövzulardan biri olduğuna görə biz bu mövzunu daha geniş formada işləmək istədik. Və əlbəttə ki, mövzumuzu öncəki verilişdə təqdim etdiyimiz kimi bir daha olaraq studiyamızın sevimli qonağı olan və ilahiyyatçı xanım, eləcə də Əbədinur.info saytının rəhbəri Sara xanım Əmirzadə ilə biz başlamışdıq təvəssül mövzusunu. Bugün həmin mövzunu yenə davam edirik Sara xanımla. Xoş gördük Sara xanım. Salam Vüsalət xanım, çox xoş gördük. Dəvət üçün minnətdaram sizə. Bəli Sara xanım, bizim mövzumuz ki davam edirdik ki təvəssüllə bağlı idi. Ayələr misal oldu, peyğəmbərlərin həyatlarından misal oldu. Hətta məsumlardan da misal gətirdiniz, onların ölülərlə danışmağı barəsində açıq, aydın ayələr gətirdiniz. Misal olaraq vurğuladınız və daha rahat bir şəkildə bizlər bu ayələri dinlədik və bir çox nüanslara açıqlama da verdiniz. Bugünkü mövzumuz elə təvəssülün ardı olaraq gələcək və təvəssüllə bağlı ki, biz buyurduq ki, Həzrəti Peyğəmbərlərindən də qeyd etmişdiniz. Elə isə ilahi övliyaların qeyri-adi işləri var idi. Bax, bu haqqında, yəni məhz qeyri-adi iş deyərkən təvəssüllə bağlı olan hissələrinə toxunmaq istəyərdik. Buyurun, sizi dinləyirik. Bismillahirrahmanirrahim. Deməli, bizim mövzumuz təvəssüllə bağlı idi və təvəssül deyəndə əsasən insanlardan belə deyək, məqam və yaxud da Allaha olan bağlılıq baxımından əsasən yüksəkdə hansı şəxslərdir? Biz o şəxslər bizim nəzərimizə gəlir. Məsələn, ilahi övliyalar, peyğəmbərlər və məsum imamlar. Çünki təvəssüldə, dualarda əsasən bu şəxslər vasitə edilir. Məsələn, digər adi insanlar vasitə edilmir. Və bu insanların da biz həyatını araşdırdıqda görürük ki, həqiqətən də onlar Allah qatında uca bir məqama sahib şəxslərdir. Və onlar köməyi istəməyimiz əsasən işin əsli Allahdandır. Biz onu Allahdan istəyirik. Lakin onları təvəssül etməklə və dualarımızda şərik etməklə bir növ ürəyimizdə biz rahatlıq tapırıq ki, deyirik ki, Allahın köməkliyi ilə bu insanların məqamına xatir Allah bizim bu istəyimizi bizdən qəbul edər və bizim xahişimizi geri çevirməz. Və həmçinin təvəssüllə bağlı hədis və Quran-ı Kərim və hədisdə onun təməllərini araşdırmaqla, oradan gətirilən nümunələrlə biz artıq bu məsələnin bizim üçün tam aydın olur və onun doğruluğu bizim üçün təsdiqlənir. Və onu bu şəkildə qəbul edirik. Nəinki kimsə bizə gəlib kör-körənə desə ki, təvəssül məsələsi doğrudur, bizdə biraz ona qarşı şübhə yarana bilər. Amma araşdırma hər bir işdə, elmi məsələdə bu cürdür. İnsan araşdırma etməklə təbii ki, möhkəm və doğru düzgün mənbələrdən, qaynaqlarda insan əgər araşdırma edərsə və o zaman onun araşdırması, təhqiqi çox faydalı olar və işin əsl həqiqətini tapacaqdır. Təvəssülə gəlincə və dedik ki, ilahi övliyaların qeyri-xariquladə işləri ilə əlaqəsi var. Çünki o ayələr ki, biz onlardan misal gətirdik, nümunə çəkdik, görürük ki, bunların gördüyü işlər adi işlərə bənzəmir. Bəli. Və Quran başdan başa ilahi övliyaların və peyğəmbərlərin qeyri-adi işlərindən söhbət açır. Bu bizim üçün bir həqiqətdir və həmçinin o işlərin təvhidlə heç bir ziddiyyəti yoxdur. Çünki onlar Allah tərəfindən seçilmiş peyğəmbərlərdir. Və bu böyük şəxslər də Allah tərəfindən daha ləyaqətli insanlar olduqları üçün və sırf Allah onları seçdikləri üçün onlara bu qüdrət Allah tərəfindən verilibdir. Yəni özlərindən deyildi. Hər bir peyğəmbərin məsələn gətirdiyi o möcüzə, qeyri-xariquladə işlər onların özündən deyil. Əgər Həzrəti Musa öz ümmətinin köməyi üçün
Allahdan bir onların xahişini Allaha çatdırırdısa və Allah onu peyğəmbərə əta edirdisə, bu Allahdan aldıqları qüdrət idi. Bu qüdrət onların özlərinin deyildi. Məsələn, Hz. Musanın möcüzəsində olan o qüdrət Allah tərəfindən ona verilmişdir. Və müəyyən səbəblərə görə, müəyyən hadisələrə görə. Quran-ı Kərim bunu bizə öyrədir. Çünki bu güc, bu qüvvət Allah tərəfindən onlara ərmağan olunmuşdur. Çünki əks halda onların özlərindən görə biləcəyi heç bir iş yoxdur. Bütün qüdrətlər Allah tərəfindəndir. Güc Allah tərəfindən onlara inayət olunmuşdur. Necə Quran-ı Kərimdə Qafir surəsinin 78-ci ayəsində Allah Taala buyurur, deyir, heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və yaxud da bir möcüzə gətirə bilməz və yaxud da bir əzab və s. və ilax. Allahın izni olmadan heç bir peyğəmbər bu işi görə bilməz. Bu güc, bu qüvvət, bu möcüzə Allah tərəfindən onlara verilməlidir. Onun da səbəbləri vardı. Yəni peyğəmbərlər hər hansı bir adi bir iş üçün Allahdan onu istəmirdilər. Çünki peyğəmbərlərin göstərdiyi möcüzələrin arxasında əsaslı bir hadisə dururdu və insanlara, ümmətə lazım olan və həmçinin ən başda olan tövhidin insanlara sübutu üçün idi. Və biz bunu peyğəmbərlərin tarixində də görürük. Məsələn, Hz. Yusifin köynəyinin təsiri ilə Yaqubun işığa həsrət qalan gözləri açıldı və gördü. Və bu bir köynək idi və bir vasitə idi. Bunu Quran-ı Kərim qeyd edir. Və yaxud da Hz. Musanın o həmin daşa əsasını vurması və daşdan bulağın coşması və yaxud da dənizi iki hissəyə ayırması, bütün bunların təbii ki, hər birinin səbəbi vardı. Və yaxud da Hz. İsa Məsihin ölüləri diriltməsi. Dedi ki, baxın, ilahi övliyaların və peyğəmbərlərin qeyri-xariquladə işləri barəsindədir. Söhbətimiz Hz. İsa ölüləri dirildirdi. Allah Taala ona belə bir qüdrət vermişdi. Hətta xəstələrə şəfaət edirdi. Hətta Həzrət İsa'nın həvarilərindən xəstələri sağaldan şəxslər də vardı. İsa öz şagirdlərini bir məmləkətə göndərdi ki, həmin dövrdə o məmləkətdə ölümcül bir xəstəlik cəmiyyəti sarmışdı və insanlar gündən günə həlak olurdular və heç bir bu xəstəliyin əlacını tapa bilmirdi. Amma Həzrət İsa, Allah Taala ona elə bir qüdrət verdi. Həzrət İsa insanlara şifayət elədi. Və həmçinin bir məmləkətə də öz şagirdlərini göndərdi ki, gedin siz oranın əhlini şəfayət eləyin. Baxın, Həzrət İsa'nın göndərdiyi o şagirdlər idi. Onlar peyğəmbər deyildilər. Amma bu işi gördülər. Kimin vasitəsilə? Həzrət İsa'nın vasitəsilə. Və Həzrət İsa'ya bu izni kim vermişdi? Allah vermişdi. Yəni yenə sonuc Allah'a. Əsas sonuc, mənbə gedib Allaha söykənir. Amma Allah Taala istərsə bu şəxslərin vasitəsilə o işləri həyata keçirir. Deyirik ki, Allah Taala bəzən bu şəfaəti insanların və yaxud da digər varlıqların vasitəsilə həyata keçirir. Allah üçün bu çox asan bir işdir. Heç də çətin deyil. Və yaxud da Həzrət Süleymanın quşunun qabiliyyəti. Baxın, o bir quş bir heyvan idi. Onun da belə bir qabiliyyəti vardı. Qeyri-xariquladə işlərdən xəbərləri gətirib Həzrət Süleymana xəbər verir. Və bu irad tutanlar elə zənn edirlər ki, bizim təvəssül etməyimiz fəqət müşküllərimizin həlli üçündür. Yəni biz özümüz üçün bunu istəyirik və yaxud da hər hansı bir məqamı əldə etmək üçün biz bunu istəyirik və yaxud da kimlərisə biz insanların nəzərində, gözündə daha yüksəyə qaldırmaq, onların məqamını daha da çoxaltmaq və müqəddəsləşdirmək. Bu kimi səbəblərdən, bu kimi hədəflər üçün biz bu işi görürük. Amma əslində bilmirlər ki, bizim məqsədimiz, hədəfimiz əsasən Allahdır və Allahdan biz bunu istəyirik. Sanki biz bu cür başa düşülür ki, biz ilahi qanunları icra etmirik və müstəqil şəkildə biz bütün istəklərimizi bu şəxslərdən diləyirik. Bu cür yəni başa düşürlər və biz heç vaxt heç bir işi səbəbsiz görmürük. Lakin bu o demək deyil ki, bütün amillər bizim maddi aləmdə hiss etdiyimiz varlıqlar vasitəsilə həyata keçir. Yəni əslində bu cür deyil. Bizim təvəssül etməyimiz, bağlılığımız onun üçündür ki, çətinliklərimizin həllini bu şəxslər Allahdan istəsinlər. Çünki onların məqamı
bizdən çox-çox yüksəkdədir Allah qatında. Və istər bu vasitələr adi yaşadığımız həyatda baş versin və istərsə də bərxəz aləmində baş versin. Yəni ruhların vasitəsilə və yaxud da onlardan diləmək vasitəsilə, əgər xahişin, istəyin qeyri-xariqüladə işlərlə baş verməsi şirk sayılırdısa, onda bəs nə üçün Həzrəti Süleyman da bu işləri öz şagirdindən istədi? Baxın, Süleyman Peyğəmbərin istədiyi bu xahiş şagirdlərindən birindən istənmişdi və yaxud da İsa Peyğəmbərin şəfaət etməsi hər hansı bir şagirdinin vasitəsilə o həmin məmləkətin xəstə insanlarına şəfaət elədi. Bu cürdür məsələ. Və Süleyman Peyğəmbər öz şagirdlərindən birindən belə bir xahiş etdi ki, insanlardan, cinlərdən və heyvanlardan ibarət olan bir böyük bir dəstə Süleymanın ətrafına toplaşmışdılar və Süleyman bu zaman baxdı, hudhud quşunu görmədi. Dedi, bu hudhuda nə olub ki, bugün mənim huzuruma gəlməyibdi və yaxud da mən onu görsəm, ona çatdırın ki, onu mən cəzalandıracağam. Çünki orada iştirak etməməsini itayətsizlik kimi qəbul etdi Həzrət Süleyman. Və deyir, onu cəzalandıran da Quran-ı Kərimdə ayədə var. Və yaxud da deyir, onun deyir, başını kəsərəm və yaxud da gəlməməsi barəsində mənə bir dəlil gətirməlidir ki, niyə bugün o burada iştirak etməyib. Və deyir, çox keçməmiş ki, hudhud quşu gəldi Həzrət Süleymanın huzuruna və dedi ki, mən başqa bir məmləkətdəydim. Mən Səba adlanan bir məmləkətdə uçmuşdum və oradan sizin üçün yaxşı xəbərlər gətirmişəm. Səba məmləkətində gördüm ki, bir mələkə, xanım bir orada səltənətli bir padşahlıq edir və onun səltənəti çoxdur. Çox böyük onun ümməti var və onun çox böyük bir səltənətli taxtı var. Ki, və taxtının gözəlliyindən, böyüklüyündən başlayır Həzrət Süleymana danışmaya. Səba məmləkəti, yəni Yəmənin paytaxtı sayılırdı həmin dövrdə. Və deyir, oranın əhalisi günəşə səcdə edir. Allahı qoyub günəşə səcdə edirlər, yəni tək Allahlığı qəbul etmirlər və Süleyman deyir ki, Süleyman deyir sözünün, indi isə deyir bu sözün doğru olduğunu deyir, mənə deyir sübut etməlisən. Sübut etmək üçün də Həzrət Süleyman bir məktub yazır və yenidən hudhud quşu ilə məktubu Səba mələkəsinə Bilqeysə göndərir və məktubda yazır ki, hətta Quran-ı Kərimdə Nəml surəsinin 30-cu ayəsindədir. Quran-ı Kərimdə 114 surə var və eyni zamanda 114 dənə də bəsmələ var. Bismillahirrahmanirrahim. Ayəsi var, müstəqil bir ayədir bəsmələ Quran-ı Kərimdə. Amma Tövbə surəsində bəsmələ yoxdur. Eləsə gərək ki 113 bəsmələ olaydı bizim deyimimizə görə. Amma bir bəsmələ də Nəml surəsinin 30-cu ayəsində Süleyman Peyğəmbərin bu məktubunda qeyd olunubdur. Səba mələkəsinə yazır ki, Bismillahirrahmanirrahim. İnnəhu minəs Süleymanə və innəhu Bismillahirrahmanirrahim. Həqiqətən bu Süleymandandır və bağışlayan və mehriban Allahın adıyla, yəni mən məktubumu Allahın adıyla başlayıram və o 114-cü bəsmələ Nəml surənin başında deyil, Nəml surəsinin 30-cu ayəsində daxil edilibdir. Və Süleyman Peyğəmbər həmin məktubunda nə yazmışdı Səba mələkəsinə? Yazır, onu tək Allahlığa dəvət edir ki, siz hamılıqla, bütün qoşunuzla, bütün səltənətinizlə, var dövlətinizlə, ümmətinizlə hamınız mənə doğru gəlməlisiniz və mənim dinimə siz itaət etməlisiniz. Yəni, tək Allahlıq dininə siz üst tutmalısınız. Və Quran-ı Kərimdə çox geniş şəkildə Qafir surəsində bu barədə söhbət edilibdir. Və deyir, elə ki, hudhud Həzrət Süleymanın məktubunu Bilqeysə çatdırdı və məktubu oxuyandan sonra hətta Səba mələkəsi belə bir fikrə düşdü. Yəni, Süleymanın öz haqqı qarşısında susması üçün ona hədiyyələr təklif etdi və bu xəbər Süleymana çatanda o Peyğəmbər hirsləndi və bu dəfə artıq dedi ki, mən onunla başqa cür davranmalıyam və deyir, öz qoşununa dedi, belə ki, Quran-ı Kərimdədir, Süleyman öz qoşununa xitab etdi. Onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə
sizlərdən hansınız dedi o qadının taxtını mənim huzurumda hazır edə bilər. Həmin o tələbələrinə vurur. Tələbələr, bəli, üzünü tutur, onlara deyir və deyir burada bilirsiniz ki, Süleyman peyğəmbər Allah tərəfindən ən çox Allahın ona əta etdiyi ən çox var, dövlət, səltənət, yəni yardımlar, yəni bütün peyğəmbərlərdən bu cəhətə ən çox olan Süleyman peyğəmbər. Şahlıq verilmişdi, səltənət verilmişdi. Cinlərdən ibarət bir ordunu onun ixtiyarında qoymuşdu ki, onların vasitəsilə Süleyman peyğəmbər o yüksək məbədləri tikirdi və yaxud da suyun altında olan xəzinələri tapırdı. Bütün heyvanların, quşların dilini bilirdi. Küləkləri Süleyman peyğəmbərin ixtiyarına vermişdi. Süleyman, nə qədər məqam. Baxın, heç bir peyğəmbərə vermədiyini Həzrət Süleymana vermişdi. Amma onun ölümünü baxın, görün necə oldu onun ölümü. Bir göz qırpımında heç ona bir anlıq belə izin verilmədi. Süleyman peyğəmbər əsasına söykənmiş halda dünyasını dəyişdi. Elə ki, mələk daxil oldu. Süleyman peyğəmbər əvvəldir onu tanımır. Sonra çox keçmədən tanıyır, başa düşür kimdir. Deyir, sən izinsiz mənim sarayıma necə daxil oldun? Deyir ki, mən hələ heç bir söz demədən, deyir, başa düşdüm sən kimsən. Eləsə gəl. Amma mənə izin ver. Deyir, həmin anda Süleyman peyğəmbər, rəvayətlərdə var ki, öz taxtının yanında əlini əsasa sökəyərək ayaq üstə durmuşdu. Deyir, eləsə mənə izin ver. Mən bilirəm sən kimsən, hardan gəlmisən. İzin ver, mən öz taxtımda oturum. Sonra mənim canımı al. Deyir, artıq vaxt sürə bitdi. Yəni, vaxt yoxdur. Görün, nə qədər vaxt yoxdur ki, Allahı o böyüklükdə bu qədər gözəlliklərə, bu qədər səltənətə sahib olan peyğəmbərinə belə Allah o fürsəti vermədi. Allah bununla nə demək istəyirdi? Digər qalan insanlara da bunu bir ibrət üçün göstərdi Süleyman peyğəmbər. Yəni, baxın, mən ona nələr vermişdim, amma onun ölümünə bir anlıq istədiyini oturmağa belə mən ona izin vermədim. Yəni, insanın özü üçün öyünməli heç bir şey yoxdur. Allah Teala insanlara bunu başa salmaq istəyirdi. Bu bir digər bir nümunə idi. Mətləbin arasında biz bunu daxil etdik. Və Süleyman peyğəmbər öz şagirdlərinə bir dedi ki, sizlərdən hansı biriniz o xanımı, mələkənin taxtını mənim huzurumda hazır edə bilər. Qafir surəsinin 78-ci ayəsində hətta həmin o dedik ki, güclü, qüvvətli olan bir cin ki, Həzrət Süleymanın qarşısına çıxdı və dedi, mən bu işi görə bilərəm. Qurani Kərimdə bu ayədə qeyd olunur. Deyir, mən onu sən bu məclisdən qalxmamış sənin yanına gətirərəm. Bunu cin Həzrət Süleymana deyir və mən bu iş üçün qüvvətli və etibarlıyam. Başqa biri deyir ki, mən onu sən gözünü qırpmadan öncə dedim, sənin huzurunda onu hazır edərəm. Bu sözü deyir və deyir, sənin bir şeyə baxışın, onun surətini sənin beyninə ötürməmişdən öncə mən o taxtı sənin huzurunda hazır edərəm. Yəni, bu qədər sürətlə. Bir halda ki, bir mətləb Qurani Kərimdə bu qədər aydın, açıq, aşkar bəyan olunmuşdur. Bunlar peyğəmbər kimi böyük şəxslər və onların öz ətrafındakılardan olan xahişi barəsindədir. Və hətta onların işləri qeyri-adi yol görürük ki, qeyri-adi yollarla baş veribdir. Məsələn, Həzrət İsa Məsihin şagirdi insanlardan biridir. Peyğəmbər deyildi, seçilmişlərdən, ilahi övliyalardan deyildi. Yəni, digər insanlardır. Yəni, Həzrət Məsihə iman gətirmiş, Allaha inanmış və təvhid dinini qəbul etmiş şəxslərdən biri idi. Və belə bir mühüm işlərə onların qadir olması da təbii ki, peyğəmbərlərin xahişi, Allahdan istəyi barəsində olubdur. Və həmçinin Quranın təbiri ilə desək, deyir, İnnəhu ilmun minəl kitab. Onlar deyir, kitab elminə yaxın şəxslərdir. Yəni, Allahın elminə yaxın şəxsləri Allah Teala bu kimi gücü, qüvvəni əta edibdir. Və hal-hazırda biz əgər məzarlar bizim üçün bir qınaq obyektinə çevrilirsə, məzarların önündə dayanmaq və yaxud da onların ruhları ilə söhbət etmək bizə irad tutulursa, yəni biz elə bir şəxslərin qarşısında dayanmışıq ki, nəinki onlar Allah elminə, kitab elminə sahib şəxslərdir, elə bu şəxslər başdan başa elə bu kitabın özüdür. Məsələn, Həzrət Əli Natiqül Quran deyir, danışan Quran deyibdir Həzrət Əliyə. Nə üçün? Çünki onun Quranla olan tanışlığı
digər şəxslərdən daha çox idi. Çünki o peyğəmbərin yanında boya başa çatmışdı, tərbiyə almışdı və həmçinin vəhyin tarixində də biz görürük ki, o dəfələrlə vəhy mələyini öz gözü ilə görmüş və o vəhyi peyğəmbərə gətirəndə o da şahid olmuşdu. Və ilahi övliyaların da məqamına and vermək və yaxud da bu onların haqqı barəsində, onların məqamı barəsində Allaha onları məth etmək və yaxud da hər hansı bir istəyimizi istəmək üçün onları Allaha and verməyin haram və şirk hesab edilməsi əsasən biz Quran ayələrindən nümunələr gətiririk. Yəni, təkcə hədis və rəvayətlər deyil. Çünki əgər bu cür olsaydı, deyilərdi ki, ravinin də bir həyatını araşdırmaq lazımdır ki, görsünlər bu hədis nə dərəcə doğrudur, doğruluğunu isbat edə bilirmi və yaxud təvatür həddindədirmi, silsiləvi şəkildə bizim əlimizə gəlib çatırmı və bunun üçün böyük bir zaman alardı. Amma Qurani Kərim bu cür xariqüladə işlər haqqında birbaşa ayələrin özünü bizə bir nümunə gətirir və bunların izahında da biz diqqət etsək görürük ki, bəli, əgər peyğəmbər üçün deyilibsə ki, deyilə bilər ki, məsələn, bunlar peyğəmbər idilər. Allah tərəfindən seçilmiş şəxslərdirlər. Təbii ki, Allah Teala onlara bu möcüzələri vermişdir. Bəs və peyğəmbərlərin xahiş etdiyi bu şəxslər necə? Onlar kimlər idilər? Təbii ki, onlar da adi, sıradan olan insanlardı. Məsələn, İsa peyğəmbərin şagirdlərini də biz buna nümunə gətirdik. Məgər imamların məqamı İsa'nın həvarilərindən az idimi? İslam üçün, insanların həyatda xoşbəxtliyə çatmaları üçün, ilahi bir həyat yaşamaları üçün, doğru düzgün hər iki dünyanın xoşbəxt rifahını, xoşbəxtliyini əldə etmələri üçün onların minlərlə olan sözləri, tövsiyələri, nəsihətləri, məsləhətləri bunlar bəyəm az idimi? Təbii ki, biz bunları, bu nümunələri görməklə təvəssül məsələsinin doğruluğunu isbat edirik və biz onun bir həqiqətini, həqiqi bir məsələ olduğunu qəbul edirik. Və təbii ki, biz dualarımızda əgər bu cür dua etsək, təvəssüllə biz Allaha yaxınlaşmaq istəsək, təbii ki, Allah Teala onu bizdən qəbul edər. Və doğrudur, hətta bu cür də deyirlər ki, yəni irad tutanlarda əsas məqsəd budur, deyirlər ki, heç kəsin heç kəs Allahın yanında bir haqqa sahib deyil. Yəni, insanın heç bir haqqı yoxdur. Allahdan nəsə diləyə və yaxud da ki, Allah ona belə bir şeyə inayət eləyə. Yəni, o Allah yanında heç bir haqqa sahib deyil. Doğrudur, heç bir insanın Allah yanında heç bir şeyi tələb etmək kimi haqqı yoxdur. Lakin əgər Tanrı bu haqqı özü qərar vermişsə və verərsə, o zaman həmin şəxs də o haqqa sahib olacaqdır. Və Qurani Kərimdə Allah Teala bir sıra işləri özünə vacib etmiş və bizə haqq qazandırmışdır. O cümlədən buyurur ki, şübhəsiz ki, hidayət etmək bizim öhdəmizdədir. Yəni, insanları hidayət edən Allahdır. Allah Teala hətta Allahın öz işlərində də biz diqqət etsəz görərik ki, bəzi işləri vasitələrlə edir. Məsələn, mələklər bir vasitədir. Bir yerdə ki, Allah Teala birbaşa tək özü görür bəzi işləri, bəzi işlər isə müəyyən vasitələrlə Allah Teala bu işləri görür. Məsələn, mələklərin vasitəsilə Qurani Kərimin endirilməsi, mələklərin vasitəsilə digər bir işlərin görülməsi, peyğəmbərlərin vasitəsilə müəyyən möcüzələrin göstərilməsi və bu vasitələri də seçən Allahdır. Yəni, insanlardan da başqa Allahın özünü də vasitələrlə həyata keçirdiyi müəyyən işlər vardır. Və təbii ki, dedik ki, Allah Teala xüsusi elmə sahib olan şəxslərin vasitəsilə bu işləri həyata keçirir. Quranın təbiri ilə də desək, deyir ki, mənlə sizin aranızda iki şahid kifayətdir. Biri Allah, digəri isə kitab elminə yiyələnən şəxs. Və diqqət edin, əgər bir kəsin kitab elmindən azca da məlumatı varsa, deməli o Allah tərəfindən buna nail olubdur və bu işləri görmək də onun öhdəsində ola bilər. Və bu işə sahib ola bilər, çünki Allah Teala Qurani Kərimdə özü onları sadalayır. Yəni, bu qeyri-xariqüladə işlərin necə bir insanlara bu işi görə bilərlər, necə bir insanlar buna layiqdirlər. Bizim öhdəmizə buraxmır bunları Allah Teala. Allah Teala o insanlar da Allah özü seçir. Məsələn, məsum imamlar dedi ki,
Allah tərəfindən xüsusi elmə sahib olduqları üçün, mərifət və ləyaqətləri olduqları üçün Allah Taala bu şəxsləri seçibdir və bizim də onlara təvəssül etməyimiz doğrudur. Və biz əsasən buna əsasən də Allah Taala, Allah yanında insan heç bir haqqa sahib olmasa da, amma Allah Taala öz lütfünü bu insanlardan əsirgəməyibdir. Və bizim üçün də onların bir növ yol qoyubdur. Həm hidayət yoludur, həm də hacətlərimizin, xahişlərimizin Allahdan istənilməsi və bu xahişlərin qəbul olunmasında ehtimalın daha çox olması sağlayan məsələlərdəndir təvəssül məsələsi. Yəni təvəssül məsələsi heç də yəni bizim özümüzdən düşündüyümüz və yaxud da kimlərisə müqəddəs hesab etməyimiz kimi anlaşılmamalıdır əslində. Və bir iradlardan biri də əsasən budur ki, bizim and içmək barəsindədir. Məsələn, insan bəzən Allahdan qeyri varlıqlara and içir və bu and içmə də bizim üçün bir irad tutulubdur. Deyilibdir ki, insan Allahdan başqa heç bir şeyə and içə bilməz. Əgər və həmçinin bunu da şirk və Allahdan uzaq bir məsələ kimi qəbul ediblər. Əgər and içmək Allaha şərik qoşmaq kimidirsə və yaxud da Allahdan uzaqlaşmaq kimidirsə, elə isə Qurani-Kərimdə Allah Taala nə üçün and içir? Adla gələn ayələr də çoxdur Qurani-Kərimdə. Allah Taala Qurani-Kərimdə günəşə, aya, gecəyə, gündüzə, qələmə and içir və şəmsi və duha və əsrə and içir və tini və zeytun. Allah Taala zeytuna və əncirə and içir. Müqəddəs Məkkəyə and içir. Fikir verirsiniz, bütün bunlar andlarla bağlıdır. O zaman bir irad olmamalıdır. Belə baxanda bir irad olmamalıdır. Hətta baxın, Peyğəmbərin canına da Allah Taala and içir Qurani-Kərimdə. Deyir ki, sənin canına and olsun ki, onlar küfürdədirlər və öz küfür əməllərində sərgardar qalacaqlar. Sənin canına and olsun. Bu andı içən Allahdır. Yəni Qurani-Kərimdə və digər surələrdən, ayələrdən də biz nümunə gətirdik. Və düzdür, bəzi hadisələrdə Peyğəmbərin öz atalarının adına and içməsi müəyyən bir dövrdə cəmaata qadağan edilmişdir və bu da nə üçündür? Bu əsasən cahiliyyət dövründəki ərəblərə aiddir. Yəni müşriklərin ata-babalarına and içməsi bir adət halına çevrilməsində bu iş qadağa görülübdür. Oysa ki, Qurani-Kərimin nüzulu dövründə biz Qurani-Kərimin özündə də günəşə, aya və yaxud da digər varlıqlara and içməsini biz özümüz ayələrdə Allahın sözlərində biz bunu görürük. Və təbii ki, məlumatları incələdikcə məsələnin əsli anlaşılır və rəvayətlərdə də Allahdan qeyrisinə and içməyin qadağan edilməsi dedi ki, şirk, müşrik ata-babalarına and içmələri üzündən olubdur. Lakin məsum imamlara təvəssül etmək və dualarda onları vasitə qərar etmək müsəlman alimləri tərəfindən bir mənalı olaraq qəbul edilibdir ki, və biz də bunlara əsasən öz dualarımızda, Allahla olan bağlılığımızda bu təvəssüldən, bu tərzdə biz istifadə edə bilirik. Təşəkkür edirik. Həqiqətən Sarı xanım, bugünkü mövzu demək olar ki, keçən verilişimizdə olan təvəssülün tam nöqtəsini qoydu və o qədər aydınlıqlar gətirdiniz ki, biz sizə öz kollektivimiz adına, əsas da öz adımdan təşəkkür edirəm ki, bu qədər dərin fikirlərlə və dərin axtarışdan sonra istədiyimiz cavabları almaq və dinləyərək yox, qane edici cavablar alaraq bizim özümüzə bir rahatlıq gəldi. Sizə təşəkkür edirik. Çox sağ olun, təşəkkür edirəm dəvət üçün. Minnətdarım. Bəli, əziz izləyicilər, mövzumuz təvəssülün ardı idi ki, keçən verilişlərimizdə ki, təvəssül olmuşdu, həmin mövzunun ardı olaraq gəldi. Bu veriliş, təvəssüllə bağlı olan veriliş bizə bu yolda onu göstərdi ki, gedəcəyimiz yolda hər bir şeyi Allahdan istəyirik biz zaten. Təvəssülü aramızda vasitəçi olaraq Allah Taala əmr sahiblərinə, eləcə də məsumları, peyğəmbərləri qərar verməkdən elə təvəssül duasında bunu açıq-aydın görə bilərik. Elə isə sizlərdən sağollaşırıq. Sağollaşırıq gələn verilişdə sizlərə bir daha salam deyək və yeni mövzuları müzakirə edək. Təvəssül duasının sonunda deyildiyi kimi Yə vəcihan indəllah, işvəyələnə indəllah. Sağ olun, salamat qalın. Allah amanında.